Salam, xoş gördük sizləri. Bugünkü mövzumuz təbii ehtiyatlar mövzusunun ardı olan tükənən və bərpa olunan təbii ehtiyatlar olacaq. Tükənən və bərpa olunan təbii ehtiyatlar deyəndə torpaqdır, sudur, meşə ehtiyatlarıdır, bitki ehtiyatlarıdır. Bunlar nəzərdə tutulur. İlk növbədə torpaq ehtiyatları haqqında məlumat verək. Dünyanın və Azərbaycanın torpaq fonduna baxırıq burada. Dünyanın torpaq fondu 13 milyard hektar təşkil edir. Bunun 37%-i kənd təsərrüfatı təyinatlı, 31,5% meşə, 31,5% isə digər məqsədlərdən istifadə olunur. Yəni yaşayış məntəqəsinin altında qalan, su hövzələrinin altında qalan torpaqlar nəzərdə tutulur. Kənd təsərrüfatının təyinatlı torpaqların 10%-i becərilən, 26%-i otlaq və 1% isə çoxillik bitkilər təşkil edir. Yəni ən çox birinci yerdə otlaqdır, 26%. Ondan sonra becərilən 10% və çoxillik bitkilər. Bu üçünü toplasaq 37% edir. Yəni kənd təsərrüfatı təyinatlı torpaqların içərisinə daxildir. Bizə ən əsas bu kənd təsərrüfatı təyinatlı torpaqların içərisini bilməkdir. 26% otlaq, 10% becərilən və 1% çoxillik bitkilər oldu. Sonra gəldik Azərbaycanın torpaq fonduna 8,6 milyon hektar təşkil edir ki, bunun da 55,8% kənd təsərrüfatı təyinatlı torpaqdır. Kənd təsərrüfatı təyinatlı torpaqların içərisində yenə dünya torpaqları içərisində olduğu kimi otlaqlar birinci yerdədir, 30,2%, becərilən torpaqlar ikinci yerdədir, 22 və çoxillik bitkilər üçüncü yerdədir, 3,6% təşkil edir. Bunları da toplasaq 55,18% alarıq. Meşələr Azərbaycanın 11,8%-ni təşkil edir və yaşayış məntəqələri altında, su özləri altında qalan və digər torpaqlar isə 32,14%-ni təşkil edir. Deməli, dünyada kənd təsərrüfatına yararlı torpaqlar 37%, Azərbaycanda 55,18% oldu. Dünyada meşə torpaqları 31,5%, Azərbaycanda 11,18%-dir. Dünyada da, Azərbaycanda da kənd təsərrüfatı təyinatlı torpaqların içərisində birinci yerdə otlaqlar, ikinci yerdə becərilən torpaqlar, üçüncü yerdə isə çoxillik bitkilər dayanır. Ümumiyyətlə, bu torpaq ehtiyatlarıyla, yəni əkinə yararlı, kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarından hər ölkə bərabər şəkildə təmin olunmayıb. Ən yaxşı təmin olunanlar Rusiyadır, Kanadadır, Çindir, ABŞ-dır, Braziliyadır, Avstraliyadır. Hardakı sahəsi böyük ölkələr var, onlar adam başına əkin sahəsi ilə daha yaxşı təmin olunmuşdur. Avstraliyada məsələn adam başına 2,6 hektar düşür, Kanadada 1,5 hektar, Rusiyada 0,9 hektar əkin sahəsi düşür. Amma normalda dünyada torpaqla təminata görə hər adam başına 0,44 hektar torpaq sahəsi düşməlidir. Dünyanın torpaq fondunda torpaq ehtiyatlarımızın da əsas problemi torpaqlarımızın çirklənməsi, eroziyaya məruz qalması, sərralaşmanın getdikcə sürətlənməsi, torpaqların şoranlaşması və yaşayış məntəqələri, əhalinin sayı artdığına görə yaşayış məntəqələri altında qalan torpaqların da sahəsinin artması, insanların meşəyə tədrisi nəticəsində meşə sahələrinin azalması və sair torpaq fondunda baş verən əsas dəyişikliklərimizdir. Daha sonra gəldik su ehtiyatlarımıza, tükənən və bərpa olunan ehtiyatlara aiddir su ehtiyatlarımızda. Ümumiyyətlə, su coğrafi təbəqədən geniş yayılmış təbii komponentdir. Sadəcə olaraq onun içməli su üçün yararlı hissəsi çox azdır. Cəmi 3% içməli su üçün yararlıdır və bu içməli su üçün suların da ən çox kənd təsərrüfatında istifadə olunur, 63%. Yəni 3% içməli suyumuz var. Bu 3% içməli suyun 63% kənd təsərrüfatında, 27% sənayedə, 6% məişətdə, 4% isə digər sahələrdə istifadə olunur. Ən çox kənd təsərrüfatı və sənayedə istifadə olunur və bu da su qıtlığının yaranmasına səbəb olur. Bu xəritə ölkədə adam başına düşən içməli su ehtiyatlarının təmin olunmasına görə verilib. Görürük ki, Afrika ölkələri, Cənub-Qərbi Asiya ölkələri, Mərkəzi Asiya ölkələri, bu ölkələr içməli su ilə zəif təmin olunub adam başına düşən həcminə görə. Amma adam başına düşən həcminə görə yaxşı təmin olunmuş ölkələr Kanadadır, Norveçdir, İslandiyadır, Rusiyadır, buradan Perudur, Boliviyadır. Sonra Yeni Zelandiyadır. Avstraliya özü adam başına düşən həcminə görə yaxşı təmin olunur. Nəyə görə? Əhalisi çox deyil. Ona görə adam başına düşən həcmi yaxşıdır. Amma Avstraliya ümumilikdə su ehtiyatları ilə zəif təmin olunmuş regiondur. Bunlar ölkədə adam başına düşən içməli su ehtiyatına görə təminat edir. Amma ümumilikdə su ehtiyatları çatışmazlığı ən çox yaşayan ölkələr Şimali Afrika ölkələrdə. Həm adam başına azdır, həm də ümumi həcmi azdır. Cənub-Qərbi Asiya, Mərkəzi Asiya ölkələri, Avstraliyanın özü su ehtiyatına zəif təmin olunmuş ölkədir. Çox milyonlu şəhərlər var. Meksika özü su ehtiyatlarına zəif təmin olunmuş. Meksiko falan.
Qərbi Avropa ölkələri su ehtiyatlarından zəif təmin olunmuş ölkələr hesab olunurlar. Ə, Su ehtiyatlarının içmə su ilə təminata görə yenə ölkələrin burada siyahısı verilib. İçmə su ilə təminata görə adam başına göstəricidir bu. Ən yaxşı təmin olunan ölkələr Kanadadır, Braziliyadır, Rusiyadır, daha sonra ABŞ-ın özüdür. Buradan Avstraliyadır, Yeni Zelandiyadır. Su ehtiyatlarından daha yaxşı təmin olunmuş ölkələrdir. Eee, Dünyada ümumiyyətlə ümumiyyətlə su problemi var, su çatışmazlığı problemi var və bu 80-dan çox ölkədə müşahidə olunur. Bunun qarşısını almaq üçün bir sıra tədbirlər görünür. Bunlar sudan qəniyyətlə istifadə etmədir. Sənaye və energetika sahələrində qapalı su dövriyyəsini keçid edirlər ki, su itkisi baş verməsi, iceberglərdən istifadə edirlər içməli su kimi və yaxud da dəniz suyunu şirinləşdirərək sənayede və kənd təsərrüfatında istifadə edirlər. Yağış və qar sularını toplamaq üçün su anbarları tikirlər. Bu vasitələrdən istifadə edərək su problemini aradan qaldırmağa çalışırlar. Bunlardan biri də bayaq dedik ki, dəniz suyunu şirinləşdirilməsi texnologiyasıdır. Dəniz suyunun şirinləşdirilməsi texnologiyası burada verilir. Dəniz suyu qaynadılır, duzlu su. Su buxarlanır, duzlu yerdə qalır. Buxar soyuducudan keçərkən kondensasiyaya məruz qalır və şirin suyu toplanır. Lakin bu içmə su üçün istifadə oluna bilməz. Yalnız sənayede istifadə oluna bilər. Və termik üsulla dəniz suyunun şirinləşdirilməsi prosesi idi bu. Ən çox dəniz suyunu şirinləşdirən ölkələr Ərəbistan yarımadası ölkələridir. Bundan başqa ABŞ-dır, İspaniyadır, Afrikadan Əlcəzairdir, Liviyadır, Asiyadan Çini göstərə bilərik. Ərəbistan yarımadası ölkələrini görürük burada. Daha sonra Çin'i dedik, İspanya, Afrikadan Əlcəzair, ABŞ, Amerikadan ABŞ, Afrikadan Liviyanı dəniz suyunu şirinləşdirən ölkələr arasında göstərə bilərik. Daha sonra gəldik növbəti slayda. Növbəti slaydda transsərhəd su ehtiyatlarından asılı. Yəni ölkənin su ehtiyatı əsasən xarici ölkədən gəlib keçən, digər ölkədən gəlib keçən çaylar hesabına ödənilir. Bir neçə ölkə arasında keçən çaylara transsərhəd çaylar deyilir. Misal üçün ən çox transsərhəd su ehtiyatlarından asılı Küveytin ərazisindədir. Sonra Türkmenistanı göstərə bilərik. Misri göstərə bilərik Nil çayına görə. Mərakeşi, Banqladeşi, Azərbaycan da həmçinin. Çünki Azərbaycanın da əsas su ehtiyatının formalaşmasını Kür və Araz çayları üstünü təşkil edir ki, bu da Türkiyənin ərazisindən gəldiyinə görə transsərhəd su obyektlərinin asılılıq siyahısına daxil olmuş oluruq. Daha sonra gəldik növbəti slaydımız dünyanın meşə ehtiyatları. Ümumiyyətlə ölkənin meşə ehtiyatı deyəndə ölkənin meşəlik sahəsi, meşə sahəsi plus oduncaq tədarükü daxildir. Bu hissəyə meşə ehtiyatlarına. Eee, Dünyada il ərzində oduncaq tədarükü 384 milyard kubmetrdir. 384 milyard kubmetr təşkil edir. Meşə ehtiyatlarımız da 4,1 milyard hektar idi. İnkişaf etməkdə olan ölkələr əsasən meşə ehtiyatlarından oduncaq məqsədi istifadə edirlər. İnkişaf etmiş ölkələr isə meşə ehtiyatlarını həm qida sənayesində, ət-cacıqda, kosmetik vasitələrin hazırlanmasında və mebel sənayesində istifadə edirlər. Lakin inkişaf etmiş ölkələrdə meşə ehtiyatlarının qorunması ilə bağlı nəzarət güclü olduğuna görə bəzən onlar meşə materiallarını inkişaf etməkdə olan ölkələrdən ixal edirlər ki, ölkədəki meşə ehtiyatlarını qorusunlar. Meşə ehtiyatlarımız da ümumilikdə iki qurşağa bölünür. Şimal meşə qurşağı və cənub meşə qurşağı var. Şimal meşə qurşağı Avrasiya və Şimali Amerikanın şimal hissələrini əhatə eləyir. Bura aiddir Kanadadır, ABŞ-dır, Norveç, İsveç, Finlandiya, Rusiya bu kimi ölkələr şimal meşə qurşağıdır və əsasən şimal meşə qurşağı enliyarpaqlı ağaclardan təşkil olunub. Bunlar tayqa meşələridir. Qərbi Avropada isə və ABŞ-da isə enliyarpaqlı və subtropik meşələrimiz də var. Çində də subtropik meşələrimiz var. Sonra cənub meşə qurşağı isə ekvator boyu əraziləri əhatə edir. Bura Braziliyadır, Konqodur, İndoneziyadır. Bu kimi ölkələri göstərə bilərik cənub meşə qurşağına. Buradan Surinam, Gayana, Fransız Qvianasını göstərə bilərik. Bunlar əsasən enliyarpaqlı ağaclardan təşkil olunmuşdur və tropik meşələr sayılırlar bu meşələr. Ən çox oduncaq tədarükü məqsədindən istifadə olunur və xaricdə inkişaf etmiş ölkələrə ixrac eləyirlər məhsullarını. Ölkədə burada bir dənə belə sıxım var, onu da təhlil eləyək. Rusiyada bu hissələr tayqa meşələridir. Burada qismən də olsa enliyarpaqlı meşələrimiz var. Deməli, qarışıq və enliyarpaqlı meşələr və enliyarpaqlı meşələr hər ikisi Rusiyanın ərazisində var. Kanada
Kanada eyni yarpaqlı meşələrlə zəngindir. ABŞ-da bu hissələrdə subtropik meşələr də var. Və eyni yarpaqlı meşələr də var. O hissədə ABŞ eyni yarpaqlı meşələr o subtropik meşələrə görə. Polşa Avropa ölkəsi eyni yarpaqlı meşələrdir. Braziliya, İndoneziya, Hindistan isə subtropik. Braziliyada rütubətli tropik meşələrdir. İndoneziyada rütubətli tropik meşələrdir. Hindistanda subtropik meşələri göstərə bilərik. Dünyanın meşə ehtiyatlarında meşələrin yayılmasına görə. Bir də dünyada keçən növbəti slayda dünya meşə ehtiyatlarının təminatına görə materiklər verilir. Birinci yerdə Avrasiya materikidir. Ən axırıncı yerdə isə Avstraliya materikidir. Meşə ehtiyatı ilə zəif təmin olunmuşdur. Oduncu tədarükünə görə də birinci yerdə seçilir Avrasiya və Cənubi Amerika. Ən axırıncı yerdə yenə Avstraliya seçilir. Ümumiyyətlə dünyada meşəlik əmsal var. Meşəlik əmsal dediyində başa düşürük. Meşə ehtiyatları ilə 25%-dən çox təmin olunan ölkələr meşəlik əmsalına görə yüksək olan ölkələr hesab olunur. Məsələn, Surinamun ərazisinin 95%-i meşədir. Qayana 85%-dir. Afrikada Qabon 81%-dir. Asiyada Kambodjanın 72%-dir. İndoneziyada 65%. Azərbaycan özü isə meşə ehtiyatından zəif təmin olmuşdur, 11%-dir. Azərbaycanda əvvəllər meşə ehtiyatları 35%-dir. Sonradan antropogen təsirlərə məruz qalaraq 11%-ə düşmüşdür. Ümumiyyətlə dünyada meşə ehtiyatlarının adam başına təminata görə isə bu ölkənin təminatı idi. Adam başına təminata görə isə dünyada hər adama 0,7 hektar meşə sahəsi düşür. Azərbaycanda isə bu 0,12 hektar meşə sahəsi deməkdir. Daha sonra keçdiyim növbəti slayda dünya okeanının resursları. Ümumiyyətlə dünya okeanı resurslarından energetika məqsədindən, xammal məqsədindən, yanacaq məqsədindən, bioloji resurslar məqsədindən, nəqliyyat məqsədindən istifadə edə bilərik. Dünya okeanında mineral resurslar baxımından, təbii sərvətlərə baxımından, məsələn, neft təbii qaz ehtiyatına görə İran körfəzi ölkələridir. Şimal dənizi hövzəsi ölkələridir. Xəzər dənizi hövzəsi, Meksika körfəzi hövzəsi, Kaliforniya körfəzi hövzəsi, Cənubi Çin dənizi hövzəsi daha çox seçilən ərazilərdir. Almaz ehtiyatına görə Namibiya sahilləri almaz ehtiyatı ilə daha çox zəngindir. Kəhraba ehtiyatına görə Baltik dəniz sahili kəhraba ehtiyatı ilə zəngindir. Qalay ehtiyatı Cənub-Şərqi Asiyada ölkələri daha çox zəngindir. Qalay ehtiyatları bax bu qalayın işarəsidir. Burada Filippindir, Malayziyadır, İndoneziyada, Taylandda daha çox qalay ehtiyatı ilə zəngindir. Daş kömür ehtiyatları isə ABŞ-ın, Kanadanın, Böyük Britaniyanın ətrafında daha çoxdur su hövzələrində. Daha sonra dünya okeanında dedik bunlar onun təbii xammal resursları idi. Bundan başqa enerji məqsədilə istifadə edirlər. Qabarma çəkilmə elektrik stansiyaları tikirlər. Qabarma elektrik stansiyaları ən çox Fan Dümen körfəzləri sahilindədir. Ağdəniz ətrafında, Lamanş boğazı ətrafında daha çox enerji almaq mümkündür. Buna görə də ölkə olaraq Fransa, Kanada, Böyük Britaniyadır. Argentinadır, qabarma çəkilmə enerjisindən istifadə eləyirlər. Dünya okeanı bioloji resurslar deyəndə bitki və heyvanat aləmi nəzərdə tutulur. Hazırda ən çox ABŞ-dır, Fransadır, Yaponiyadır, Niderlanddır, İtaliyadır, sahil boyu ölkələr daha çox yaxşı inkişaf eləmişlər. Bioloji resurslardan daha yaxşı istifadə edirlər. Onlar akvakultur və marikultur təsərrüfatlar qururlar və müxtəlif dəniz canlıları yetişdirirlər. Dəniz canlılarına ümumiyyətlə ən yaxşı bioloji resurslarla təmin olunan dənizlərimiz Norveç dənizidir. Bering dənizidir. Daha sonra Oxot dənizidir, Yapon dənizidir. Bioloji ehtiyatlarla daha yaxşı təmin olunmuş dənizlərdir. Bir də dünya okeanından deyirdik ki, nəqliyyat baxımından istifadə edirlər. Nəqliyyat isə qədimdən dünya okeanından yük daşımalarında istifadə olunur. Ən çox Böyük Britaniya və Yaponiyanın xarici daşımalarında dəniz nəqliyyatıdır. Çünki Yaponiya və Böyük Britaniyanın ada mövqeyi olması xarici daşımalarında dəniz nəqliyyatının daha geniş istifadəyə səbəb olmuş 98% və ABŞ-da isə bu 90%-ə bərabərdir. Daha sonra gəldik Gəldik turizm ehtiyatlarımıza. Turizm və rekreasiya ehtiyatları dedikdə təbii turizm və antropogen rekreasiya ehtiyatlarına ayrılır. Təbii turizm deyəndə təbii şəkildə istirahət, müalicə, turizm məqsədilə istifadə olunan dağlar, meşələr, mineral sular, sahil boyu ərazilər nəzərdə tutulur. Dünyada təbii turizm obyektlərinə görə ən yaxşı burada yenə belə milli parklardır, təbiət abidələri, nadir landşaftlar, mikroiqlim ehtiyatları, balneoloji resurslar, çimərlik resursları, meşə resursları təbii turizm ehtiyatlarına aiddir. Dağ ekosistemləri də həmçinin. Ən yaxşı təmin olunan ölkələrimiz Mərkəzi Amerikada Ant dağlarıdır, Hava adaları, dəniz mövqeyi, Kara və Xəzər dənizləri, Qafqaz dağları, qarlı zirvələri əslində təbii
rekreasiya ehtiyatları rolunu oynayır. Bir də tarixi memarlıq abidələri var. Antropologiya turizm ehtiyatlarına aiddir. Bu arxeoloji abidələr, milli irs nümunələr, dini abidələr, müasir memarlıq abidələri, mədəniyyət ocaqları aiddir. Misal üçün nümunə göstərə bilərim. Moskvada Kremli, Parisdə Versal, Romada Kolizeyi, Böyük Britaniyada Westminsteri, Hindistan'da Tac Mahal'ı, Agranı, Mısır'da Misir piramidaları, Çin'de böyük Çin səddini nümunə göstərə bilərik. Cəlb edici, onlar tarixi memarlıq abidələri olaraq turistləri cəlb edirlər əsasən. Bir də turizmin iki istiqaməti var. SS istiqamətli turizm və el istiqamətli turizm. SS deyəndə dəniz sahili mövqeyə malik olan ölkələri nəzərdə tutur. El deyəndə isə tarixi. Misal üçün göstərə bilərik. Azərbaycanda Quba Xaçmaz zonasından Nabran S istiqamətli turizmdir. Ə, amma Lənkəran əstəra həm S istiqamətli, həm el istiqamətli. Çünki burada Lənkəran əstəra Talış dağlarında turistləri cəlb edir. Xəzər dənizinə çıxan Lənkəran hissəsində Xəzər dənizinə çıxır. Həmin hissədə insanlar cəlb edir və bu həm SS, həm el istiqamətli turizmə nümunə göstərə bilərik. Bunlar da belə. Bundan başqa ölkədə turizmin inkişafına əsas təsir edən amillər, yəni ölkənin turizm ehtiyatı var və inkişaf etdirməsi üçün ölkədə siyasi cəhətdən sabitlik olmalıdır, müharibə olmamalıdır, güclü iqtisadiyyata malik olmalıdır, yüksək xidmət sahəsi olmalıdır ki, ölkəyə gələn turistlərə yaxşı xidmət göstərə bilsin. Əhalinin milli mənəvi adət-ənənələri zəngin olmalıdır. Bu kimi amillər turistləri daha çox cəlb eləyir. İnkişaf etməkdə olan ölkələrdən Misal üçün Efiopiyadır, Somalidir, Nigeriyadır, Əfqanistandır. Dağlıq landşaft onların turizm imkanlarının böyük olmasına səbəb olsa da, orada siyasi cəhətdən sabitlik olmadığına görə turizmi inkişaf elətdirmək mümkün deyil. Bu da bizim təbii ehtiyatlardan tükənə bərpa olunan ehtiyatlar haqqında dərsimiz.